Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Doğru Xəbər Azərbaycanın məlumatına görə qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. Qeyd edək ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019-2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 Dövlətə xəyanət və 193-1.3.2 Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham edilir. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Əlavə edək ki, bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.